Türkiyədə Rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb. Global Info xəbər verir ki, bu barədə RIA Novosti öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, bu istiqamətdə çoxsaylı müraciətlərdən sonra Türkiyə hökumətinin maliyyə qurumları hərəkətə keçib. Belə bir problem var idi. Turizm agentliklərindən şikayətlər aldıq, amma həll olundu. İndi lokal olaraq müəyyən çətinliklər yaransa da, kritik, iri miqyaslı problem yoxdur deyə mənbə qeyd edib. Qeyd edək ki, 2024-cü ilin payızından etibarən 2013-cü ildən əvvəl buraxılmış dollarların dəyişdirilməsindən imtina halları tez-tez baş verir. Buna Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə kimi banklarda rast gəlinir. Bir çox Cənub-Şərqi Asiya ölkələrində isə köhnə dollarlar yalnız böyük endirimlə qəbul edilir. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.